fevral bütün dünyada sevgi və romantikanın rəmzi sayılan Sevgililər Günü kimi qeyd olunur. Bəziləri bu günü sürpriz və hədiyyələrlə qarşılasa da, bəziləri isə bu günə ümumiyyətlə ehtiyac duymur. Bəs görəsən şəhər sakinləri bu barədə nə düşünür? 14 fevral onlar üçün sevgi bayramı və ya adi bir gündür. Gəlin birlikdə onların fikirlərini öyrənək. Sevgililər Günü qeyd edirsiniz? Bəli. Əsasən sevgilinizə nə hədiyyə almağı sevirsiniz? Əsasən 14 fevralda güllər almağı xoşlayıram. Güllər çünki elədir ki, xanımların mənfi enerjisini götürür, onlara müsbət enerji götürür. Daha çox gül almağı üstün tuturam. Bəs sizə nə hədiyyə almağını istəyərdiniz? Mənə nə hədiyyə almağını? Mənə qızıl ola bilər, maşın ola bilər, ev ola bilər. Fərqi yoxdur. İşdə oluram mən ancaq, ona görə işdə qeyd edirəm. Bir də oğlumla qeyd eləyəcəm, çünki oğlumu daha çox sevirəm. Biz yaşlı nəsillikdə qeyd eləmirik. Ümumiyyətlə, gənclərin bu günü qeyd eləməsinə necə baxırsınız? Yaxşı baxıram. Gənclər təbii ki, yəni qeyd eləməlidir. Biz yaşlıyıq da. Yaşlı nəsillər biraz axı köhnə fikirli olur. Bəs qadınlara ən çox nə hədiyyə almağını istəyərdiniz? Mən qızılı çox sevirəm. Yəni təbii ki, istərdim qızıl alsınlar. Sevgililər Günü qeyd edirsiniz? Belə ki, həmişə də gül almışıq. Ha, belə sözün açığı. Bütün sevənlər də bir-birinə qovuşsunlar. Cavanlarımız xoşbəxt olsun. Gözəl ailə arzulayıram cavanlara. Valla sevgililər günüm mən qeyd eləmirəm. Çünki onun günü yoxdur. Hər gün insan bir-birini sevməlidir. Yəni dəyər verməlidir. Hədiyyələr alıram, hədiyyə almışam da. Amma məncə hədiyyə özü əsas odur ki, sevgidir. İnsanın hədiyyəsi sevdiyi qadındır. Qeyd edirəm, amma bu il etməyəcəm. Səbəb? Çünki sevdiyim insan yanımda deyil, uzaqdadır. Allah qovuştursun. Bəs hansı hədiyyələri Sevgililər Günündə almağı sevirsiniz? Mənim üçün qayğı hər şeydən üstündür. Yox, Niyə? sevgili getdi da sevgili yoxdur indi daha. Bəs gənclərin qeyd eləməyə necə baxırsınız? Bizim bayramımız oruçluq bayramıdır, Noruz bayramıdır, 8 Mart'dır. O sonra ne dedim, ne bari sevgili günü. Sevgililər Günü. Sevgili günü ben eşitmemişim. Bugün pulu varsa o sevgilisi olacak da aparıp pazarlık alıp verir. Çalışmışsın mı? Ne sevgilisi olacak? Sevgililər Günü qeyd edirsiniz? Yox, qeyd eləmirəm. Yox, Valentin qəbul eləmirəm. Yaxşı deyil. Hansı günü sevgilinə gül, çiçək, hədiyyə aldın, o gün sevgililər günü. Amma iminli Valentin gününü qəbul eləmirəm. Sevgililər Günü qeyd edirsiniz? Bəli. Adətən sevdiyiniz insana hədiyyə alırsınız. Mən rayondan gəlmişəm ki, ona aparam. Gözü seçdiyi hədiyyəni alam da ona. İndi ondan görüşə gedirəm hal-hazırda. Sevgililər Günü qeyd edirsiniz? Xeyr eləmirəm. Niyə? Ümumiyyətlə, eləməyi sevmirsiniz? Sevgilim yoxdur. Əvvəlki günlərə nisbətən bugün tələbat daha çoxdurmu gülər? Bəli, əlbəttə ki, Sevgililər Günündə tələbat daha çox olur gülə. Hamı həyat yoldaşına, sevgilisinə güllər alır. 45, yəni 40, 50, cavan da olur işlərində, 28 yaş, hiss olunur da özündən 30 yaş. Yəni hər yaşın nümayəndəsi bizdən gül alır. Bəylər daha çox hansı güllərə üstünlük verirlər? Qızıl güllərə əsas üstünlük verirlər. Bizdə Kustavoy deyilən rozalar var. Əsas üstünlük ona verirlər. Və xanımlar biraz qeyri-adi gülləri daha üstünlük verirlər. Qartenzadır, sonra piyondur, liliyadır. Yəni bu gülləri daha çox üstünlük verirlər. Gördüyümüz kimi Sevgililər Günə münasibət fərqlidir. Kimisi üçünsə bu adi bir tarixdir. Kimisi üçünsə xüsusi bir əhəmiyyət daşıyır. Əsas olan sevginin bir gün deyil, hər gün yaşadılmasıdır. Hər birinizə sevgi dolu günlər arzulayırıq.